İkinci sual. Şagird məkan vizual intellektə sahibdir. Məkan vizual intellekt dedikdə nə demək istəyir dostlar? Bu xüsusiyyətə sahib olan şagird şəkillərlə, diaqramla, qrafika ilə, xəritə ilə işləməyə çox sevir. Yəni vizual təsəvvürü güclü olur. Bu şagirdə biz təsvirlər göstərə bilərik, slaydlar, videolar, diaqramlar, sxemlər quraraq göstərə bilərik, xəritə ilə işləməyi ona öyrədə bilərik, mind map hazırlada bilərik, poster hazırlanması, sonra rəngli makiyerlərdən istifadə eləmək. Bu, məkan vizual intellektə sahib olan şagirdlər üçün çox yaxşıdır və bununla da öyrənərək özlərini inkişaf elətdirə bilirlər. Burada o biologiya fənnindən bitkilərlə ikiqat mayalanma prosesini başa düşməkdə çətinlik çəkir. Yaxın inkişaf zonasına görə müəllim öyrənmə prosesinin səmərəliliyini artırmaq üçün nə etməlidir? Cüzlərlə işə üstünlük verməlidir. Xeyr, cüzlərlə iş tək işləməyi sevən, daha sonra özünü analiz edən, dərin düşüncələr aparan, yəni bu cür sevir. Sonra daha çox oxu materialı ilə təmin olunmaq, bu da səhvdir. Prosesin təsvir olunduğu, bəli. Təsvir olunduğu vəsaitdən istifadə etməlidir. D sizi çaşdıra bilər. Məsəl üçün, buraya yazıb ki, botanika bağına virtual ekskursiya təşkil edilməlidir. Xeyr, bu naturalistliklə bağlı bir şeydir. Naturalist deməli, intellektlə bağlıdır. Ona görə biz bunu götürə bilməliyik. Fiziki iş tələb edən oyunların təşkil edilməsi, bu da deməli, bədən kinestetiklə əlaqəlidir. Kinestetik. İkinci sualımız. Şagird məkan vizual intellektə sahibdir. O, biologiya fənnindən bitkiləri ikiqat mayalanma prosesini başa düşməkdə çətinlik çəkir. Yaxın inkişaf zonasına görə müəllim öyrənmə prosesinin səmərəliliyini artırmaq üçün nə etməlidir? Məkan vizual intellektə sahib olan uşaq üçün şəkillərdir, təsvirlərdir, diaqram, qrafika, xəritə, vizual təsəvvürlərlə bağlı işlər onlar üçün daha yaxşıdır, onları inkişafa aparır. Biz onlara slayd göstərə bilərik, təsvirlərin olduğu vəsaitlərlə təmin edə bilərik, videolar göstərə bilərik, poster hazırlada bilərik və rəngli makiyerlərdən istifadə etdirə bilərik. Bununla onlar daha yaxşı öyrənəcək. A variantında deyir ki, cüzlərlə işlərə üstünlük verilməlidir. Xeyr. Cüzlərlə işlərə üstünlük verən şəxslər arasına aiddir. Ona görə onu götürmürük. Daha çox oxu materialı ilə təmin edilməlidir. Xeyr. Prosesin təsvir olunduğu vəsaitdən istifadə edilməlidir. Bəli. Botanika bağına virtual ekskursiya təşkil edilməlidir. Xeyr. Bu, naturalist intellektlə bağlıdır. Ona görə biz bunu götürə bilmərik. Fiziki iş tələb edən oyunlar təşkil edilməlidir. Xeyr. Bu da bədən kinestetik intellekti ilə bağlıdır. Cavab olur C variantı. Üçüncü sualımız belədir. Aşağıdakı fikirlərdən hansı Levyagotskinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Mühakimə yürütməklə düşünmək məntiqi riyazi zəkaya aiddir. Bu, Gartnerin fikridir. Şagirdlərin müxtəlif intellekt növünə sahib olması, bu da Gartnerlə bağlıdır. Bütün uşaqların idraki inkişafı zamanı eyni mərhələdən keçməsi, bu da Piaget ilə bağlıdır. Şəxsi və sosial təcrübə bir-birindən ayrılmaz prosesdir. Bəli, adından da göründüyü kimi Levyagotskinin sosial inkişaf nəzəriyyəsinə aiddir. Cavab D variantıdır. Müəllim təlim prosesini şagirdlərin davranışını nəzərə alaraq qurmalıdır. Bu da ki, behaviorizm nəzəriyyəsi ilə bağlıdır. Ona görə bu da düzgün deyil. Yəni, cavab D variantı olaraq qalır. Sonra, dördüncü sual. Cədvələ əsasən uyğunluğu müəyyən eləmək, doğruda doğru, yanlışda yanlış tapılmalıdır. Yaxın inkişaf zonası müəllimin şagirdə yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəkdir. Xeyr, yaxın inkişaf zonasının mənası öyrənmək olaraq gedir, öyrənmə. Müvəqqəti dəstəyin mənası scaffolding olaraq gedir. Bunları qarışdırmayaq.
Bu səhvdir. Yaxın inkişaf zonası şagirdin bir işi müstəqil şəkildə əldə edə bilmədiyi ilə həmin işi sərbəst şəkildə bacardığı hal arasındakı dövrdür. Düzdür. İkini götürə bilərik. Yəni ki, çətinlə asan arasında gedib gəlir. Ortası var bunun. Bu ortadadır şagird. Yanlışa baxaq. Yaxın inkişaf zonası şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi zaman daha təcrübəli başqasının dəstək vermədiyi mühitdə xeyr. Levigoski deyirdi ki, şagird bir işi müstəqil şəkildə edə bilmirsə, ona təcrübəli birinin dəstəyi lazımdır. Bu şəkildə şagird inkişaf edə bilər. 3, yəni götürülə bilər. Yanlış da yanlışdır. 4. Yaxın inkişaf zonası scaffoldingin baş verdiyi öyrənmə zonasındadır. Scaffolding, bəli, yaxın inkişaf zonasında scaffolding baş verir və o da öyrənmə zonasındadır, düzdür. Cavab 2 və 3. Hansı nəzəriyyəyə görə öyrənmənin növbəti mərhələsinə keçmək üçün körpü rolunu oynayan müəllimin ünsiyyətə əsaslanan düzgün strategiyaları seçməsi səmərəli tədrisin əsas meyarlarından biridir. Körpü rolunu oynamaq, yəni sadədən mürəkkəbə getmək və müvəqqəti dəstək göstərmək deməkdir. Ona görə bizim cavabımız burada Levigoskinin yaxın inkişaf zonasıdır. Aşağıdakı fikirlərdən hansı Levigoskinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Toxunaraq öyrənən şagirdlər əsasən bədən kinestetik intellektə sahib olurlar, düzdür, amma Gartnerin nəzəriyyəsidir. İnsan zehni inkişaf deyirsə Piagetdir. Bəlli bir səviyyəsində doğulur və onu kənar təsir olmadan inkişaf etdirmək mümkün deyil. Zehni inkişaf Piaget ilə bağlıdır dostlar. Şagirdlərin bir-biri ilə ünsiyyəti və sosial mühit, baxın, sosial mühit şagirdin inkişafında əsas amildir. Cavab budur. Şagirdin idraki inkişafının baş verməsi üçün yaş faktoru önəmlidir. Bu da Piaget ilə bağlıdır. Fərdi iş formasının təlimdə istifadə edilməsi şagirdin bacarıqlarını üzə çıxarmaq baxımından əhəmiyyətlidir. Bu, Gartnerin nəzəriyyəsinə daha uyğun kimidir. Cavab burada C-dir. Digər sualımıza baxaq. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Effektiv rəy vermək, eyni bir konsepti müxtəlif yollarla izah eləmək, tapşırıq nümunəsi vermək, məkan vizual intellekt növünə malik şagirdlər üçün uyğun olan strategiyadır, səhvdir, yanlışdır, Gartnerlə bağlıdır bu. Yaxın inkişaf zonasında scaffolding qurmaq üçün uyğun olan strategiyadır, bəli, cavab B variantı. Formal əməli mərhələsində olan şagirdlər üçün öyrətmə strategiyasıdır, xeyr. Arzu olunmayan davranışı azaltmaq üçün mənfi cəzalandırma, bu da səhvdir. Açıq düşüncə tərzini formalaşdırmaq üçün uyğundur, bu da səhvdir. Niyə B variantıdır? Yaxın inkişaf zonasında scaffolding bildiyimiz kimi var və scaffoldingdə də müxtəlif yollarla izah eləmək, nümunə vermək və effektiv rəy vermə var. Buna görə bizim cavabımız B variantıdır. 8-ci sual. Hansı fəaliyyət scaffoldingdir? Müəllim şagirdə qiymətləndirmə rubrikini əvvəlcədən verməsi, bəli, cavab elə budur. Yəni, əvvəlcədən verir, ona istiqamət göstərir, ona görə. Tapşırığı şagirdin yerinə müəllimin özünün icra eləməsi, xeyr, təbii ki, səhvdir. Şagirdin suallarına birbaşa yox, istiqamətləndirici cavab verməlidir. Bu da səhvdir. Hər hansı bir konsepsiyanı yalnız bir üsulla təqdim eləmək, yalnız bir üsul olmaz. Baxın, burada da deyir ki, müxtəlif yollarla, müxtəlif üsullarla təqdim olunmalıdır, səhvdir. Müəllimin tapşırığı həll etmək üçün şagirdə ən qısa yolu göstərməsi, bəli, yol göstərməlidir, amma qısa yol yox. Bu səhvdir. Ən qısa yolla yox. Cavab A variantıdır. Hansı fəaliyyət scaffolding deyil? Mətni verməmişdən əvvəl çətin sözlərin izahının verilməsi. Bəli, müəllimin əsas vəzifələrindən biri nə idi scaffoldingdə? Şagirdə dəstək göstərmək. Çətin sözlərin izahını verib sonra mətni versə, təbii ki, şagird burada çətinlik çəkməz. Ona görə A variantı scaffolding sayılır.
Mətnin içindəki məcazi mənalı sözlərin müəllim tərəfindən müəyyən edilməsi xeyr. Müəllim niyə müəyyən edir ki, bunu şagird müəyyənləşdirməlidir. Ona görə B variantını götürmək olar, bəli, scaffolding deyil. Şagirdin cavabı tapması üçün yönəldirici suallardan istifadə eləməsi, bəli, istiqamətləndirici suallar verilməsi düzdür. Şagird tərəfindən scaffolding sayılır. Şagirdə sadə tapşırıq verərək onun çətinlik dərəcəsinin tədricən artırılması, bəli. Yəni ki, sadədən, baxın, mürəkkəbə doğru gedirsə, sadədən mürəkkəbə doğru. Bu artıq scaffolding sayılır. Zamanla müəllim tapşırığın dərəcəsini çətinləşdirir. Şagirdə məsələni həll edə bilməsi üçün qaydanın xatırladılması, bəli, bu da normal bir haldır. Bu da scaffoldingdir. Yaxın inkişaf zonası nədir? Müəllimin şagirdə yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstək. Müvəqqəti dəstək scaffoldingdədir. Bunu qarışdırmırıq. Müəllimin şagirdə bilmədiyini şagirdin iştirakı ilə öyrətməsi yenə scaffoldingdir. Yeni bacarığın öyrənilməsinə qədər ki, aktiv öyrənmə dövrü, baxın, öyrənmə dövrü yaxın inkişaf zonası ilə bağlıdır. Cavabımız budur. D variantına baxaq. Şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi zaman daha təcrübəli başqasının dəstək verməsi, bu da scaffoldinglə bağlıdır. Scaffoldingin düzgün tətbiqi, bəli, yaxın inkişaf zonasında scaffolding tətbiq olunur təbii ki. Amma yaxın inkişaf zonası nədir? Sualının cavabı Y variantı deyil. Bu tamam başqa bir şeydir. Ona görə cavabımız C variantıdır. Aşağıdakı fikirlərdən hansı Levyagosky'nin sosial inkişaf nəzəriyyəsinə aiddir? Yuxarı təfəkkür səviyyəsində həm tənqidi, həm də yaradıcı təfəkkürün xüsusiyyətlərini görmək olar. Levyagosky'nin belə bir fikri yox idi, səhvdir. Şagirdləri tərifləyən zaman onların şəxsi keyfiyyətlərinin vurğulanması akademik nəticələrinin davamlı yüksəlməsinə səbəb ola bilər. Şəxsi yox, idraki. Bu da səhvdir. Qiymətləndirmə şagirdin öyrənməsini təmin edən açar məqamdır. Xeyr. Məqsədyönlü öyrənmək üçün tələb olunan əsas şərt şagirdin marağıdır. Xeyr, belə fikri yox idi Levyagosky'nin. Uşaqların bir-biri ilə ünsiyyətinin, ünsiyyət, sosial çevrə, yaxınlarının, məktəbin, sinif yoldaşlarının dəstəyi, yəni bunlar hamısı Levyagosky'nin fikirləridir. Onların nitq qabiliyyətinin inkişafında, bəli, yeni konsepsiyalarının öyrənilməsində rolu mühümdür. Bəli, ünsiyyət təbii ki, nitq qabiliyyətinin inkişafında böyük rol oynayır və Levyagosky'nin əsas fikirlərindən biri idi. Ona görə cavab Y variantıdır. Müəllim əvvəlcə qiymətləndirmə rubrikini şagirdə təqdim edir. Əvvəlcə rubrikimizi təqdim edir. Sonra yeni sözləri lövhədə yazıb izah edir və şagirdlərə tapşırıq verir. Verilən situasiya ilə bağlı doğru fikri müəyyənləşdirin. Müəllim müsbət gücləndiricidən istifadə edir. Xeyr. Müəllim məkan vizual intellektdən malik şagirdləri nəzərə alır. Xeyr. Müəllim scaffolding strategiyalarından istifadə edir. Bəli. Baxın, əvvəlki suallarda da bu var idi. Yadınızdasa rubrikin verilməsi, yeni sözlərin izah olması, çətin mətnə keçməmişdən qabaq, daha doğrusu mətnə keçməmişdən qabaq çətin sözlərin izahı. Bunlar hamısı scaffoldinglə bağlıdır. Baxın, müəllim burada görürsünüz, bir istiqamət verir şagirdə, rubriki verərək, izah edərək. Bunlar hamısı, dediyim kimi, müəllimin istiqamət verici nüanslarından biridir. Ona görə bu scaffolding sayılır. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Vygotsky şəxsi və sosial təcrübənin bir-birindən ayrılmaz olduğu fikrini vurğulamışdı. Bəli, şəxsi və sosial təcrübə bir-birindən ayrılmazdır. İnkişafa qapalı düşüncə tərzində, sinifin bir cəhəti də qiymətləndirmədə hələ sözündən istifadə olunmasıdır. İnkişafa qapalı yox, inkişafa açıq düşüncə tərzi yazsa idi, düzdür, amma hələ sözündən istifadəsi də Vygotsky ilə bağlı deyil, Karl Dweck ilə bağlı fikirdir bu. Karl Dweck. Cavab 1-dir, doğru da doğru olduğuna görə.
Piagetə görə uşaqlar yalnız məktəbdə müəllimləri ilə deyil, bir yerdə oynadıqları dostu ilə ünsiyyət zamanı inkişaf edirlər. Dostlar, Piaget ilə Vygotskyinin ortaq bir cəhəti var. İkisi də deyir ki, uşaqlar oyun zamanı inkişaf edir. Bu fikir düzdür. Amma, baxın, ünsiyyət zamanı deyir. Ünsiyyət Piaget'in fikri deyil, ünsiyyət Vygotskyinin fikridir. Ona görə bu yanlışdır. Düşüncə tərzi nəzəriyyəsinə görə şagirdlər daha zəkalı, intellektual ola biləcəyini inandıqda yaxşı nəticə əldə edirlər. Bəli, düzdür. Yanlışdan yanlış axtardığımıza görə 3 götürürük. Doğru da doğru 1. 1 və 3 bizim düzgün cavabımızdır. Verilmiş hansı fikirlərdə uyğunluq gözlənilmişdir? Sosial inkişaf nəzəriyyəsinə görə şagirdlərə bir-birindən öyrənməyə şərait yaratmaq lazımdır. Bəli, şagirdlər bir-birindən öyrəndikdə ünsiyyət qurmuş olur həm də. Bu Vygotskyinin fikridir və düzdür. Biri götürək. Vygotskyinin perspektivindən yanaşdıqda şagirdin öyrənmə prosesində əsas rolu vasitəçilikdir. Xeyr, şagirdin yox. Şagirdin yox, müəllimin rolu vasitəçilikdir. Müəllim yazsaydı düz, yəni bura doğru yazardı. Bəli də, yəni yanlışdır. Vygotsky, bəli, uyğunluq gözləmişdir, bəli. 1 və 2, 1 və 2. Aha. Scaffolding differensial yanaşmanın daxilində yer alan prosesdə doğru yazıbdır. Xeyr, bu yanlışdır. Yanlışdır. Differensial yanaşma scaffoldingin daxilində yer alır. Scaffolding yox. Şagirdlərə hər şeyi asan yola çatdırmaq hələ scaffolding deyil. Bu doğru fikirdir. Təbii ki, şagirdlərə hər şeyi asan yola çatdırmaq scaffolding deyil. Hələ scaffolding demək deyil. Cavab 1 və 2. Şagird vurma ilə misalları həll eləməyi çox sevir, lakin 7 və 8-ə vurmada bir çox hallarda səhvlər edir. Müəllim şagirddə toplama üzərindən vurmanı izah elədikdən sonra mövcud problem aradan qalxır. Baxın dostlar, izah edibdir, yəni yol göstəribdir. A variantı idrak taksonomiyasına görə şagird dəyərləndirmə mərhələsindədir. Xeyr, anlama mərhələsindədir. Dostlar, hazır vurma cədvəlidir də bu. Ona görə anlama mərhələsidir. Piagetə görə şagirdlər idraki inkişafın formal əməli mərhələsindədir. Xeyr. Konkretdədir. Konkret. Gardnerə görə şagirddə verbal lingvistik intellekt inkişaf edib. Xeyr. Məntiqi riyazi adından da göründüyü kimi məntiqi riyazidir. Vygotskyyə görə şagird yaxın inkişaf zonasındadır. Bəli, bu düzdür. Görürsünüz, müəllim yol göstərdi şagirdə, ondan sonra şagird rahat şəkildə bacardı. Harvard Gardnerə görə şagird naturalist intellektə malikdir. Xeyr, naturalist təbiətlə bağlı intellektdir. O da düzgün deyil. Digər sualımıza keçək. Klasteri tamamlayın. Sosial inkişaf nəzəriyyəsinə aid müddəalardır. Öyrənmə prosesində sosial bacarıqların rolu əvəz olunmazdır. Uşaqlarda zehni inkişaf etməsi üçün öyrənmə baş verməlidir. Yəni, burada demək istəyir ki, öyrənmə baş versə, zehin inkişaf edər, düzdürmü? Piagetdə olsaydı belə qeyd eləyərdi ki, uşaqlarda öyrənmənin baş verməsi üçün zehin inkişaf eləməlidir. Baxın, zehni atdı birinci hissəyə. Əgər belə olsaydı, bu Jean Piaget'indir, amma burada birinci deyir ki, öyrənmə olmalıdır ki, zehin inkişaf eləsin. Düzdürmü? Ona görə bu, deməli, Vygotskyinin nəzəriyyəsidir. Vygotsky. Gəlin qeyd edək. Birinci öyrənmə olsa, sonra zehin inkişafı olsa, zehin inkişaf. Bu Vygotsky'dir. Düzdürmü? Amma birinci zehin inkişafı gəlsə, zehin inkişaf eləsə, sonra öyrənmə olsa, bu artıq Piaget'indir. Piaget. İnsanlarda müxtəlif intellekt növlərinə rast gəlinir. Bu, təbii ki, Gardner'in fikridir. Bunu çıxırıq. Uşaqlarda idrakin xüsusiyyətləri yaşartdıqca formalaşır. Bu da Piaget'in fikridir. Zehni inkişaf qapalı düşüncə tərzinə malik insanlarda baş vermir. Bu, Carl Dweck'in nəzəriyyəsidir, dostlar. Carl Dweck.
Bunu da çıxırıq. Gücləndiricilər şagird nailiyyətinin artmasına bilavasitə təsir edir. Behaviorizm yanaşmasıdır. Bunu da çıxırıq. Cavab olur A variantı. Aşağıdakı fikirlərdən hansı Lev-Goskinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Bir şəxsdə eyni anda intellektin bir neçə növünün olması, yəni müxtəlif intellekt olması, bu Gartnerin fikridir. Bunu götürə bilmərik. Şagirdlərin səhvlərə, hədəfə çatmaq yolunda bir vasitə kimi baxmaları onların öyrənmələrini təmin edir. Karl Dweck'in fikridir. Karl Dweck. Bununla çıxırıq. Şagirdin zehni inkişafı onun yoldaşları ilə ünsiyyətindən çox mövzu üzrə düşünməyə nə qədər vaxt ayırmasından asılıdır. Zehni inkişafı deyir ünsiyyətdən çox mövzu üzərində düşünməsi ilə bağlıdır. Bu Piaget'in fikridir. Ümumiyyətcə, dilin rolunun minimal olması, ünsiyyətin minimal olması bu Piaget'in fikridir. Amma ünsiyyətin böyük rol oynaması, dilin maksimal rolda olması bu artıq Vygotsky'nin fikridir. İnsanın diqqət, qavrama, yaddaş kimi mental funksiyalarının inkişafına onun sosial və mədəni mühiti təsir edir. Bəli, bütün bunların inkişafına sosial çevrə, sinif yoldaşıdır, valideynlər, qardaş, bacı, bunlar təsir edir dostlar. Ona görə bu fikir düzdür və Lev-Goskiyə aiddir. Şagirdlərin dərsə cəlb olması ilə onların dərsə marağı arasında düz mütənasiblik var. Xeyr, Vygotsky'də belə fikir yoxdur. Bunu da çıxırıq. Müəllim yeni dərsi keçərkən şagirdlərin mətnin məzmununu anlamadığını aşkar edir. Gözəl. Növbəti dərslərdə bu halın baş verməməsi üçün əvvəlcə mətndəki açar sözlərin mənasını öyrədir. Aha. Deməli, neyinir? Bir istiqamət qurur. Sonra mətnin məzmununu tədris edir. Verilmiş nümunədə hansı nəzəriyyənin tətbiqindən danışılır? Təbii ki, sosial inkişaf. Şagird yeni dərsi müstəqil şəkildə öyrənə bilmir. Bu məqamda müəllim şagirdə mövzunu öyrənməkdə kömək edir. Şagirdin anlamadığını tam şəkildə izah eləmir. Şagirdin başa düşməsi üçün ona yönəldici, istiqamətlendirici suallar verir. Bir növ öyrənməyə vasitəçi olur. Verilmiş misalda hansı nəzəriyyənin tətbiqindən danışılır? Təbii ki, sosial inkişaf dostlar. Baxın, müəllim vasitəçidir. İstiqamətləndirici suallar verir, yönəldici suallar verir. Yəni, şagirdə dəstək olur, müvəqqəti dəstək göstərir. Təbii ki, bu da sosial inkişafla bağlıdır. Hansı fəaliyyət scaffolding deyil? Tapşırığı yerinə yetirmək üçün şagirdə qrafik orqanizrların verilməsi düzdür. Təfəkkürə yönəlik tapşırıqların verilməsi düzdür. Şagirdə ümumi fikir bildirməklə səhvini özünün düzəltməsinin tapşırılması bəli, düzdür əslində. Amma problem ümumi fikrin bildirilməsidir. Spesifik olmaq lazımdır dostlar. Bu nə deməkdir? Yəni ki, müəllim gərək spesifik fikirlər bildirsin ki, şagird öz səhvini düzəldə bilsin. Əgər yazsaydı ki, şagirdə spesifik fikir bildirməklə səhvinin özünün düzəldilməsinin tapşırılması düzdür, scaffoldinga aiddir. Amma burada ümumi fikir yazıbdır, ona görə bu səhvdir. Problemin həlli yollarının müəyyənləşdirilməsi zamanı beyin həmləsindən istifadə olunması, bu da çox gözəl bir nüansdır. Bu da scaffolding sayılır. Verilmiş informasiyanın diaqramma salmasının tapşırılması, bu da çox gözəl bir nüansdır və bu da scaffolding sayılır. Aşağıdakı fikirlərdən hansı Lev-Goskinin sosial inkişafı nəzəriyyəsinə aiddir? Qruplarla iş forması əsasən şəxsiyyətlər arası intellektdə yüksək olan şagirdlər üçün faydalıdır. Lev-Goskinin fikri deyil dostlar. Gartnerin fikridir. Bir problemin həlli üçün dayanmadan cəhd göstərməsi insanda inkişafa açıq düşüncə tərzinin formalaşmasına səbəb olur. Bu Karl Dweck'in fikridir. Karl Dweck, bu da Gartner, buraya yazaq. Şagirdin böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir edir. Bu düzdür. Şagirdin böyüdüyü cəmiyyətin tarixi
onun nəyə maraq göstərməsinə təsir edir? Bəli, bu Lev Goskinin fikridir. İbtidai sinif şagirdlərinə abstrakt mövzuların keçirilməsi düzgün deyil. Təbii ki, düzgün deyil. Amma Lev Goskinin fikri deyil də bu, Piaget'in fikridir. Bunu da çıxırıq. Bu arada abstrakt mövzu formal əməldə keçirilməlidir. Yəni, haradasa 12 yaş üstü. Yiz şagirdin müstəqil şəkildə fəaliyyətini təmin etmək üçün əsas strategiyadır. Müstəqil yox. Müstəqil yox dedi axı. Lev Goski müstəqildən çox sosialın tərəfində idi. Səhvdir. Aşağıdakı fikirlərdən hansı Lev Goskinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Ailədəki yanaşma və şagirdin həyatda yaşadıkları onun təhsilə münasibətinə təsir edə bilər. Bəli, düzdür. A variantı elə bizim düz cavabımızdır. Tənqidi düşüncə şəxsdən qərəzsiz düşünməyi tələb edir. Tənqid təfəkkürlə bağlı fikirdir. Bunu çıxırıq. İnsanın düşüncə tərzi şagirdlərin informasiyanı necə təhlil etməsinə də təsir göstərir. Düşüncə tərzi. Xeyr, bu da Lev Goski ilə bağlı deyil. Egosentrik dövrdə uşaq dünyanı mərkəzində özünü görür, düzdür, amma Piaget'in fikridir. Yəni, şagirdin öyrənməsində məktəb mühitindən çox müəllimin rolu vacibdir. Xeyr, məktəbin mühiti daha vacibdir. Hətta ön sıralardadır. Ya variantı da çıxılır. Cavab A variantı. Aşağıdakı fikirlərdən hansı Lev Goskinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Səmərəli öyrənmə mühitinin formalaşması üçün şagirdlərin dərs prosesinə cəlb olunması şərtdir. Bu, Qaynenin fikridir, dostlar. Qayne. Şagirdin gələcək həyatına yaşadığı mühitin mədəniyyətin təsiri minimumdur, yox, maksimumdur. Əgər yazsaydı ki, şagirdin gələcək həyatına yaşadığı mühitin mədəniyyətin təsiri maksimumdur, bu Vygotsky'nin fikri olardı. Akademik nəticələrin yüksəlməsi üçün şagirdlərin intellektinin dəyişilə bilən olduğuna inanmaları lazımdır. Bu, Karl Dweck'in fikridir, dostlar. Bunu da çıxırıq. Mənəvi keyfiyyətlərin formalaşdırılması şagirdin xarakterinə müsbət təsir edir. Bu, Lev Goskinin fikri deyil. Şagirdin idraki inkişafında sosial amilin rolu əvəz olunmazdır. Bəli, düzdür. Ya variantı. Hansı fəaliyyət skafoldingdir? Şagirdlərin sözün mənasını anlamaları üçün prosesin əyaniləşdirilməsi düzdür. Skafoldingdir, bəli. Təlim məqsədlərinin şagirdə dərsin sonunda izah edilməsi yox. Dərsin əvvəlində. Əvvəlində yazsaydı düz götürə bilərdik. Şagirdə çətin olan məsələ həllini onun əvəzinə edərək təqdim edilməsi, yəni müəllim niyə məsələnin həllini özü eləməlidir ki? Düzgün yanaşma deyil axı. Çıxaq. Müəllimin şagirdlərin tapşırıqları sərbəst etməsi üçün qiymətləndirmə meyarlarını sonda verilməsi yox. Əvvəldə verməlidir. Bu da səhvdir. Çətin məsələlərin izah etmədən həll edilməsi xeyr. Çətin məsələ izah olunmalıdır. Birinci izah gəlməlidir. Ondan sonraki şagird başa düşə bilsin də. Cavab A variantı. Riyaziyyat dərsində şagird kəsirləri ixtisar eləməkdə çətinlik çəkir. Sosial inkişaf nəzəriyyəsinə əsasən müəllim hansı addımı atmalıdır? Müəllim kəsirlərin ixtisarı ilə bağlı sadə nümunələr verməlidir. Mövzunu bölmə əməli ilə əlaqələndirməlidir. Bəli, düzdür. Müəllim tapşırığı şagirdin əvəzini özü edərək təqdim etməlidir. Xeyr, səhvdir. Müəllim heç nə etmir, çünki düşünür ki, şagird özü çalışıb, çətinliyi aradan qaldırmalıdır. Xeyr, sosial inkişaf nəzəriyyəsi deyir. Şagirdə dəstək lazımdır. Müəllim şagirdin özünə inam hissini artırmaq üçün öyrənmənin səhvlərdən keçdiyini şagirdə bildirib yenidən cəhd etməsini tapşırmalıdır. Bu da səhvdir. Şagirdin intellekt növünü müəyyənləşdirməyə çalışıb ona uyğun tapşırıqlar hazırlamalıdır. Bu da Gartnerin nəzəriyyəsidir. Bu da səhvdir. Aşağıdakı fikirlərdən hansı Lev Goskinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Şagirdin dərs zamanı davamlı olaraq yoldaşları ilə danışmağa cəhd etməsi onun verbal lingvistik zəkaya sahib olduğunu göstərir. Xeyr. Şagirdlər zəkalı ola biləcəyini inandıqları təqdirdə daha çox çalışırlar. Karl Dweck'in fikridir.
Sosial münasibətlər şagirdin zehni inkişafında fundamental rola malikdir. Bəli, düzdür. Bu Vygotsky'yə aid fikirdir. Baxın, deyir ki, sosial münasibətlər fundamental rol oynayır, yəni düzdür. Şagirdin özünün problemi həll etməyə çalışması onun öyrənməsinə müsbət təsir edir. Müstəqillik var və müstəqillik də Piaget'dədir. Şagirdin şəxsi keyfiyyətləri onun yeni konsepsiyaları öyrənməsində həll edici rola malikdir. Xeyr, bu da səhvdir. Cavab C variantı. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Yəni, doğruda yanlışı tapmalıyıq, yanlışda doğrunu tapmalıyıq. Yəni, bunu belə deyək ki, beynimiz qarışmasın. Yanlış olanı tapaq. Vygotsky'yə görə uşaq ətrafı özü kəşf etdikdə, onda zehni inkişaf və öyrənmə baş verir. Düz fikirdir. Amma Vygotsky'nin fikri deyil, Piaget'in fikridir. Yəni, yanlışdır. Biri götürə bilərik. Sosial inkişaf nəzəriyyəsinə əsasən, şagirdin öyrənmə prosesində müəllimin rolu şagirdə bələdçilik etməkdən ibarətdir. Düzdür, yanlış olmadığına görə, dostlar, bunu götürmürük. İndi doğrunu axtarırıq. Baxın, doğru. Vygotsky'yə görə sosial münasibətlər şagirdin zehni inkişafında fundamental rola malikdir. Bəli, sosial münasibətlərdən Vygotsky təbii ki, danışır və fundamental rolu var. Doğrudur. Yaxın inkişaf zonasında şagirdə qoyulan hədəfə müstəqillik gördük. Müstəqillik varsa Piaget'in fikridir. Bu bir. İkincisi, müstəqil şəkildə çapmaqla inkişaf edir. Bu, yaxın inkişaf zonasında belə bir şey yoxdur. Yaxın inkişaf zonasında sosial mühitin köməyi ilə şagird hədəfə çatar. 28-ci sual. Hansı fəaliyyət scaffoldingdir? Müəllimin şagirdin bütün suallarına birbaşa cavablandırması olmaz. Səhvdir. Şagirdin suallarına cavab verərkən yönəldici suallardan istifadə edilməsi. Gözəl, bəli, düzdür. Yönəldici suallardan istifadə olunmalıdır. Şagirdin hər hansı bir mövzunu anlaması üçün yalnız özünün oxuyub anlamasına şərait yaradılması yox. Scaffolding deyil. Riyazi məsələnin cavabının birbaşa deyilməsi. Birbaşa cavab deyirlər, olmaz. Təcrübə apararkən prosesin yalnız müəllim tərəfindən aparılması da təkcə müəllim tərəfindən aparılmaz axı. Səhvdir. Cavab eləyir B variantı. Müəllim şagirdlərə yeni materialı şifahi, vizual təsvirlərlə izah edir. Sonda tapşırıqlar verir və şagirdlərlə effektiv əks əlaqə qurur. Effektiv rəy, effektiv əks əlaqə. Bunlar hamısı scaffoldinglə bağlıdır. Cavab B variantıdır. Müəllim şagirdlərlə effektiv scaffoldingdən istifadə edir. Sonra, qeyd edim ki, müəllimin istiqaməti varsa, yol göstərirsə, bələdçidirsə, vasitəçi rolda olursa və effektiv rəy, effektiv əks əlaqə varsa, onda siz scaffoldingi götürə bilərsiniz. 30-cu suala baxaq. Hansıları scaffolding strategiyalarına aid eləmək olar? Keçmiş mövzu ilə yeni mövzunu inteqrasiya eləmək çox gözəl olar, təbii ki. Bir düzdür. Yeni tapşırıqla bağlı nümunə təqdim eləmək. Bəli, əvvəldən nümunə təqdim eləsə çox gözəl olar. Bu da scaffolding sayılır. Şagirdlərə tam sərbəst işləmə imkanı vermək. Xeyr, scaffoldingdə tam sərbəst olmaz. Yönətmək lazımdır, istiqamət vermək lazımdır şagirdə ki, çətinlik çəkməsin. Dərslərin mühazirə, üzr istəyirəm. Dərslərin mühazirə formasında keçmək yox, olmaz. Şagirdləri konfor zonasında saxlamaq, bu da olmaz. Cavab 1 və 2. Uyğunluğu müəyyən edin. Burada bir rəqəm səhv olubdur, dostlar. Bir dənə onu düzəldək. 1 və 2. Müəllimin scaffolding fəaliyyətidir. Müəllimin scaffolding fəaliyyətinə aid deyil. Əsas anlayışları anlamaları üçün lüğət və internet resurslarından istifadə edilməsi aiddir. Müəllim istiqamət verir, görürsünüz. Verilmiş bütün mətnin anlaşılması üçün tərcümə edilməsi. Bütün mətni tərcümə eləmək olmaz. Scaffolding deyil. Tapşırığı yerinə yetirmək üçün fəaliyyətin kiçik qruplarda
aparılmasının təşkil edilməsi. Təbii ki, bu scaffolding hesab olunur. Bunu götürə bilərik. Mənasını bilmədiyi sözlərin birbaşa tərcüməsinin verilməsi. Birbaşa tərcüməni vermək olmaz axı. D variantı. Deməli, 1-də A, C, 2-də B, D. Verilən fikirlərin hansı nəzəriyyənin xüsusiyyətləridir? Dərs zamanı şagirdlərin sözü kəsərək öz fikrini bildirməsi və söz güləşdirməsindən müəllimin effektiv formada istifadə edə bilər. Öyrənmə prosesində sosial konstruktivizm əhəmiyyətlidir. Effektliyimiz də var, sosiallığımız da var. Bu da gedir sosial inkişaf nəzəriyyəsinə. Cavab A variantı. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğruda doğrunu, yanlışda yanlışı tapmaq lazımdır. Uşağın inkişafında onun ətrafdakılarla ünsiyyəti əsas rol oynayır. Düzdür. Şəxsi və sosial təcrübə bir-birindən ayrılmaz prosesidir. Düzdür. Sosial münasibətlər şagirdin zehni inkişafında fundamental rola malikdir. Bu da doğrudur, yanlış deyil. Şagirdin böyüdüyü cəmiyyətin tarixi onun nəyə maraq göstərməsinə təsir edir. Bu da doğru fikirdir. Ona görə biz bunları götürə bilmərik. 1 və 2-ni götürürük. Müəllimin hansı fəaliyyəti scaffolding hesab edilmir? Tapşırığın mürəkkəbliyini tədricən artıraraq effektiv öyrənməni təmin edir. Baxın, mürəkkəbliyi tədricən artırılması, sadədən mürəkkəbə doğru getmək, çətinlik səviyyəsinin zamanla artırılması, bunlar scaffolding hesab olunur. Bunu çıxırıq. Şagirdə çətinlik səviyyəsi yüksək tapşırıqlar verməklə inkişafını təmin edir. Xeyr. Lev Goski'dən danışanda biz dəfələrlə demişik dostlar. Şagirdə çətinlik səviyyəsi çox yüksək olan tapşırıqlar verərək onun inkişafına səbəb olmuruq. Əksinə, şagirdin marağı itəcək, o tapşırığı eləyə bilməyəcək, düşünəcək ki, mən heç nə bacarmıram və onda da inkişaf dayanır. Bunun ortasını tapmaq lazımdır və sadədən mürəkkəbə doğru getmək lazımdır. Zamanla birdən-birə çətinlik səviyyəsi yüksək tapşırıqlar vermək olmaz. Bunu çıxırıq. Hesab edilmir deyir də. B variantı bəli, hesab olunur. Cavab B variantıdır. Müəllim yeni mövzunu daha əvvəl keçirilmiş mövzu ilə əlaqələndirərək tədris edir, inteqrasiya yaradır. Düzdür. Verilmiş təlimatın şagird tərəfindən anlaşıldığını yoxlamaq üçün ona suallar verir. Əla, bu da düzdür. İstiqamətləndirici suallar vermək. Yeni mövzuya maraq oyatmaq üçün onu şagirdin şəxsi təcrübəsi ilə əlaqələndirməklə idraki fəallıq yaradır. Bu da əla. Cavab B variantı. Digər sualımıza baxaq. Verilənlərdən biri Vygotsky'nin yaxın inkişaf zonası nəzəriyyəsinin tələbinə aid deyil. Sosial münasibətlər zehni inkişafa müsbət təsiri göstərir. Düzdür. Uşaqlar bilikləri daha təcrübəli birindən öyrənir. Düzdür. Öyrənmədə nitqin, ünsiyyətin rolu böyükdür. Düzdür. Oyun əsaslı öyrənmədən istifadə məqsədə uyğundur. Düzdür. Başqa kim də məqsədə uyğun idi? Piaget'də. Yiz şagirdlərdə inkişaf etmiş səriştələri ortaya çıxarmaq deyil, öyrənmə prosesinə kömək edir. Buraya yazaq, öyrənmə prosesi. Hansı fəaliyyət scaffolding deyil? Tapşırıq verərkən spesifik məqamların izah edilməsi olar. Spesifik məqamlar. Təlim məqsədlərinin şagirdə əvvəlcədən izahının verilməsi. Bəli, əvvəlcədən izah olunması scaffoldingdir. Mətni oxuyub anlamaq üçün strategiyaların təqdim edilməsi. Əvvəlcədən təqdim olması gözəl. Çətin tapşırıqların həllinin şagirdlərin özlərinin etməsinə tapşırması. Yox. Müstəqil öyrənmədə axı bu. Və Vygotsky deyir ki, kiminsə köməyi ilə, kiminsə istiqaməti ilə. Bu scaffolding deyil. Şagirdlərin köhnə biliklərinin istinad edilməsi, bu da çox gözəl nüanslardan biridir. Bu da Lev Vygotsky'yə aiddir. Yəni scaffoldingdir, daha doğrusu. Cavab D variantı. Hansı fəaliyyət scaffoldingdir? Şagirdin bütün suallarının müəllim tərəfindən hazır şəkildə cavablandırılması düzgün deyil və scaffolding də deyil. Effektiv öyrənmə üçün şagirdin sinif yoldaşları ilə
işlənməsinə şərait yaradılması, yəni bir ünsiyyət qurmalarına şərait yaratmaq. Bəli, bu scaffoldingdir. Müəllimin mövzu ilə əlaqədar əsas məqamları müəyyənləşdirərək şagirdlərə təqdim edilməsi. Əsas məqamı müəllim yox dostlar. Şagird müəyyənləşdirməlidir. Ona görə bunu da çıxırıq. Problemin həll yollarının müəyyənləşdirilməsi zamanı müəllimin qərarlarının əsas götürülməsi. Xeyr. Bu avtoritarlıqdır. Dostlar, onu qeyd edeyim. Avtoritar rejimdir. Problemin həlli yollarının tək başına tapılmasına yönədilməsi də, yəni müstəqil, Piaget, scaffoldinglə əlaqəsi yoxdur. Bunu da çıxırıq. Hansı fəaliyyət scaffolding deyil? Tapşırığı yerinə yetirməmişdən əvvəl şagirdlərin əvvəlki biliklərinin müəyyənləşdirilməsi düzdür. Əsaslı mühakimə yürütmək üçün şagirdin əlavə informasiyanın araşdırılması üçün kömək edilməsi düzdür. Məsələni izah etmək üçün elmi üslubdan istifadəyə üstünlük verilməsi. Dostlar, bu scaffolding deyil. Çünki izah edəndə, yəni terminlərdən istifadə edəcək, bəlkə şagird onu başa düşməyəcək. Scaffoldingdə belə bir şey yoxdur. Cavab C variantıdır. Digərinə də baxaq. Problemin həlli yollarının müəyyənləşdirilməsi üçün şagirdlərin müzakirə cəlb olunması, bu da gözəl bir nüansdır, düzdür. İfadə yazarkən dinlənilən mətnin vizuallaşdırılmasının istənilməsi şagirddən, bu da düzdür. Cavab C variantı. Hansı fəaliyyət scaffolding deyil? Mətni anlamaq üçün açar sözlərin müəyyənləşdirilməsinə yönədilməsi düzdür. Baxın, yönədilmə. Böyük məqsədləri reallaşdırmaq üçün kiçik addımlara parçalanması, yəni deyir ki, sadədən mürəkkəbə doğru gedək, olar. Məsələni izah etmək üçün həyati nümunələr verilməsi, nümunə verir, olar. Problemin ən səmərəli həlli yollarının müəyyənləşdirilməsinə yönədilməsi, bu da düzdür. Oxuyub anlama bacarığının inkişaf etdirilməsi üçün şagirdləri müxtəlif oxu materialları ilə təmin etmək. Bu səhvdir, niyə? Baxın, təkcə oxu materiallarını verir. Düz deyək, yəni müxtəlif oxu materialı verir, amma təkcə bundan qane olmaq düzgün deyil axı. Oxuyub anlama bacarığını inkişaf etdirmək üçün tam mətni verərsiniz, deyərsiniz ki, oxu və başlıq tap. Deyərsiniz ki, şəkil çək, məsələn, təsvir elə, sonra hadisələri sırayla düz, mətnin yerin adını tap, zaman bildirən söz tap, 2 sual hazırla mətnlə bağlı, mətnə fərqli bir sonluq yaz. Baxın, bunlarla da əslində oxuyub anlama bacarığını inkişaf etdirmək olar da, təkcə oxu materialı ilə niyə kifayətlənək ki? Ona görə E variantı scaffolding deyil. Hansı fəaliyyət scaffolding deyil? Nümunə tapşırığı təhlil etmək. Bəli, olar. Olar, bu düzdür. Hər hansı bir tapşırığı müxtəlif yollarla çatdırmaq. Gözəl, bu da olar. Çətin mövzunu hər detalına qədər şagirdlərə izah etmək. Hər detalına qədər mən şagirdə izah edirəmsə, bunun nə mənası qalır? Axı, şagirdə mən yol göstərməliyəm, istiqamət verməliyəm. Sonrasında şagird eləməlidir. Ona görə C variantı scaffolding deyil. Yeni mövzunun şagirdlərin şəxsi təcrübəsi ilə əlaqələndirmək ən sevdiyim nüanslardan biri və scaffolding hesab olunur təbii ki. Sözlərin mənasını anlaması üçün kontekstdə işlədilməsini təmin etmək, bu da əladır. Scaffolding sayılır və cavab C variantı. Bu qədər izahımız da bitdi. Ümid edirəm sizin üçün xoş oldu. İzlədiyiniz üçün təşəkkür edirəm.